Xalq artisti Qızıl Şlyager Faiq Ağayevin Heydər Əliyev Sarayında baş tutan 2 günlük konserti anşlaqla keçdi. Bir neçə ay öncə anons edilən konsert nəhayət ki bayram öncəsi müğənninin sevənlərinə təqdim olundu. Möhtəşəm gecədən ən maraqlı, rəngarəng, isti görüntülər şou məkanda. Birlik nümayiş edək. Bax, bu çağırışla sizin bayramınızı təbrik edirəm, yeni ili təbrik edirəm. Məhz buna görə konsert F.A. Made in Azərbaycan adlanır. Öz üzərində daim çalışan və peşəkarcasına işinə yanaşan, nadir ifaçılarımızdan olan Faiq Ağayevin doğum gününə həsr edilən solo konsertini fanatları çoxdandır ki, səbirsizliklə gözləyirdilər. Təbrik edirəm Faiq səni ad günü münasibəti ilə, konsertlərin münasibəti ilə, qarşıdan gələn yeni ilində mübarək olsun. Sən çox professional bir sənətkarsan. Arzum budur ki, nəinki 45 yaşını, 50-ni, 60-ı, 70-i, 80-i qeyd edək. Təbrik edirəm onu. Həm ad günü təbrik edirəm, həm hesabat konsertini. Doğrudan da Faiq bəy hər şey ən gözələ layiqdir, bir nömrədir. Gülümü, çiçəyimi almışam, gəlmişəm təbrik eləyəm. Düşünürəm ki, bəyənəcək mənim güllərim. Mən onun konsertindən əminəm ki, möhtəşəm olacaq. 4 ildən sonra yenidən fanatları ilə bir araya gələn sənətçinin hətta saçlarını belə yenidən sarı rəngə boyadığı gözümüzdən yayınmadı. Konsertdə ən hit mahnılarını səsləndirən xalq artisti pərəstişkarlarından gözlədiyi sevgini, alqışı və hörməti Heydər Əliyev Sarayının səhnəsində bir daha hiss etdi. Faiq, ürəyim, əzizim, hər şey çox əla olacaq. Səni təbrik edirəm. Səni çox istəyirəm dostum. Mən Faiqi təbrik edirəm. Ona nə arzulaya bilərəm? O mənim kiçik qardaşım kimidir. Mən Faiqa can sağlığı arzulayıram ona görə ki, o bizim üçün yaşasın, o bizim üçün var olsun. Təbrik edirəm cənab Qızıl Şlyagerimizi, Faiq Ağayevi. Uzun ömür, can sağlığı ona. Mənim balaca ona hədiyyəm var. 20-dən çox mahnı səsləndirən müğənni ən yeni ifalarını, o cümlədən köhnə versiyada olan, lakin remix edilmiş nəğmələrini də sevənlərinə ərməğan etdi. Sərxoş oldum, bir oldum, özümdən gizlənirəm. Sərxoş oldum, bir oldum, ayrılmaq da istərəm. Sərxoş oldum, bir oldum, özümdən gizlənirəm. Sərxoş oldum, bir oldum, ayrılmaq da istərəm. Faiq Ağayevin Made in Azərbaycan adlanan 2 günlük solo konserti hələ uzun müddət yaddaşlardan silinməyəcək və müzakirə mövzusu olacaq. Sən sanki bir nağıl, o bir var, boş bir yok.